və hətta mən deyərdim İranla oyunda, komandamız İran seçməsilə oyunda ilk hissədə çox yaxşı təsir bağışladı. Sadəcə daha sonra bir qədər fiziki gücün belə deyək çatmamasına görə komandamız məğlub oldu. Buna görə top oyuna daxil edilir futbolçularımız tərəfindən. 3-cü dəqiqə yekunlaşmaq üzrədir. Kənan Durandan ötürmə cərimə meydançasına zərbə indirilir və hesab açılır 3-cü dəqiqədə. Futbolçularımız hesab açırlar. 6 nömrəli müdafiəçimiz Hüseyin Seyliqli topu Əfqanistan seçməsinin qapısından keçirir və elə erkən qolla komandamız hesabda irəli çıxır. Hesabı futbolçularımız açırlar və qeydim ki, Əfqanistan komandasının Bolqar Qasımov topu itirir. Və indi əks hücum təhlükəli ola bilər. Qapıçımız bu episodda çox yaxşı oynadı, sayaqlığı itirmədi. Qeydim kəsdim arkadaşlar. Hazırda milli komandamızın heyətində olan 10 nömrəli futbolçu Renat Dadaşov, əsas milli komandamızın üzvü və əsas millimizin 10 nömrəli futbolçusu olan Rüfət Dadaşovun qarşı. Ötürmə cərimə meydançasına və Məmməd Hüseynov topu tutur. Nəsər Əhməd Neqzat, Kənan Duran, Nadir Qasımov ötürmə cərimə meydançası həndəvərinə və qapıçı qavaqlayır Renat Dadaşovu. Əfqanistanlı futbolçu çox yaxşı irəliləyir, ötürmə də etdi, zərbə indirilə bilər və qapıçımız topu tutur. Məmməd Hüseynov düzgün mövqe seçdi və təhlükənin böyüməsinin qarşısını alır. Ötürmələrdə ümumiyyətlə futbolçularımız tez-tez səhvlərə yol verirlər və bu da rəqibin əks hücumlar qurmasına Elçin Əsədov yaxşı oynayır. Komandamızın kapitanı ötürmə irəliyə doğru. Renat Dadaşov cərimə meydançasındadır. Dadaşov ötürmə edir komanda yoldaşına. Zərbə indirilir və möhtəşəm gol. Anıl Cilas. Çox gözəl kombinasiya və 2-0. Anıl Cilas hesabı artırır. Renat Dadaşovun ötürməsindən sonra 11 nömrəli futbolçumuz Anıl Cilas hesabı 2-0'a çatdırır və hücumun qurulmasını həqiqətində yüksək qiymətləndirmək lazımdır. Renat Dadaşovun da əməyi böyükdür bu qolun vurulmasında. İzləyirik vurulan qolun təkrarını, topu elə bir yerə vurdu ki, Anıl artıq təbii ki bu yaşda, artıq 16 yaşda bu cür belə desək, amillərə, bu cür incəliklərə futbolçuların yiyələnməsi, meydanda bunu tətbiq etməsi həqiqətən də çox yaxşı bir amildir, alışa layiq durumdur, çünki artıq məşqçilərin bu yöndə futbolçulara belə desək, artıq onlara tapşırıqlar verməsi və onların meydanda bunu dəqiq yerinə yetirməsi Seyliqli bir qədər riskli hərəkətlər edir.
Əfqanistan futbolçuları indi fərqlənməyə çalışırlar və bu da nəticəsi. Bəli, müdafiədəki o riskli hərəkətlər nəticəsini verir və səhv etmirəmsə 10 nömrəli futbolçu fərqlənir əstəmaxıcılar. İzləyirik təkrarı. Bəli, 10 nömrəli futbolçu Nesar Ahmet Negzat fərqi minimuma endirir. Qarşılaşmanın 50 dəqiqəsinin tamamında Malikli oyun qurucusu kimi bəlkə də əvəzsiz xidməti var və əvəzləndi. Tilağı Mehdiyevlə oyuna daxil olan Mehdiyev də həqiqətən də çox sevəli futbolçu. Oyundan kənar vəziyyəti yoxdur. Dadaşov və bu da 3-cü gol. Renat Dadaşov hesabı 3-0'a çatdırır. Hesabın belə desə, bərabərləşməsinə gətirib çıxara bilərdi hətta bu cür oyun. Ancaq Renat Dadaşov buna imkan vermir. Hesabı 3-1 edir. Təkrarı izləyirik bir daha. Qapçı da dueldən qalib ayrıldı. Renat Dadaşov. 3-1. Fərq yenidən 2 topa yüksəlir. Digər əvəzləmələr də. Ayxan Hüseynov. Topu oyuna daxil edir. Daha bir aşırma zərbə və bu da növbəti gol. 61-ci dəqiqə Mustafa Erboğa. Mustafa Erboğa oyuna yenicə daxil oldu və topu Əfqanistan komandasının qapısından keçirir. Hesab 4-1 olur. Çox yaxşı. Belə desək, mövqe seçdi. Fikir verin, əvvəlcə ayağıyla topu özü üçün ram edir. Yaxşı bir imkan yaradır özünə və başla topu rəqib qapısından keçirir. Erboğa. Bu dəfə ötürmə dəqiqə alınmır. Əfqanistan futbolçusu. Əla zərbə! Əla gol! Çox gözəl bir gol. Çox gözəl bir gol. Əhsən. Əhsən. Ayxan Hüseynov hesabı 5-1 edir. Həm də çox gözəl qolla. Qarşılaşmanın 70 dəqiqəsi tamamlandığı anda Ayxan Hüseynov belə bir qol vurur. Uzaq məsafədən fikir verin necə topu qapıdan keçirir. Əfqanistanlı qapıcı ümumiyyətlə mövqeyini itirmişdi və gözəl bir qol alınır. 14 nömrəli futbol. Ayxan Hüseynovdan əla ötürmə. Samir Əliyev. Mərkəzə ötürür topu Pilağa Mehdiyev. Mehdiyev. Sağ cinahdan hücumumuz davam edəcək. Ötürmə qapı qarşısına və nəhayət ki Nadir Qasımov da fərqlənir. İzləyirik təkrar, çox maraqlı bir qol alındı. Fikir verək, bəli. Burada müdafiəçi çox çalışdı ki, komandasını xilas etsin. Ancaq mümkün olmadı.